Bu oyunda bir dənə fil qurbanı var. Əfsanə. Üstəlik bunun sonra 2 dənə də brilliant move var. Hansı girişədə bunu görmək istəyirsənsə videonu mütləq sona qədər izlə. Bildiyiniz kimi mənim yerimiz Aydın Süleymanlı İsveçrədə BL Masters turnirində iştirak edir və bugün turnirdə 5-ci turda rəqibi Vyetnamlı Le Quang Liem idi və şahmatçımız qara figurlarla mübarizə apardı. Bu tura qədər Aydın klassikada qarşılaşdığı bütün rəqiblərlə görüşlərini necə yekunlaşdırmışdı və nəhayət ki ilk qələbəni Aydından gözləyirdik. Bugün çox maraqlı bir matç oldu. Figur qurbanları, brilliant move'lar, əla gedişlər. Turnirin formatına görə Rapid Blitz və klassik mərhələlərin cəmində ilk 4 yeri tutan şahmatçı növbəti mərhələyə, yəni play-off'a vəsiqə qazanacaqdı. Görək Aydın bunu bacardı mı? Bu videonun ən az 300 like hədəf var. Dəfə çatmamıza dəstək olsanız təbii ki də inanırıq buna olaraq. Videonu bəyənib kanala abunə olmaqla bizə ən böyük dəstəyi göstərmiş olarsınız. Həmçində 32 min abunəyə demək olar ki, sənalmayıb son 50 abunə və bu dəfə çatmamıza dəstək olsanız möhtəşəm olar. Dostlar, indi isə oyuna keçərək hazırsa getdik. C4 ATF6 ilə başlayır oyuna. Tərəflər İngilis açılışını lövhədə keçişlərdə bizə göstərirlər. At C3, Y5, ATF3, at C6 və İngilis açılışının 4 at variantıdır bu. J3 Aydın D5 gəlir, piyaları dəyişməyə təklif edir və piyalar mərkəzdə dəyişir. D5 şansında CD, at D5, fil J2, fil C5 oyuna çıxır. Hər iki tərəf qalasını qurur. Daha sonra D3 yeşillər Le Quang Liem ağ figurunu, daha da desəm ağ filini oyuna çıxarmağa çalışır. Aydın H6 gələrək şah üçün nəfəs yatır və filin J5-ə düşməyinə şərait yaratmır. Bu isə bir tərəfdən də ağların qara filinin müəyyən qədər zəifləməyinə gətirib çıxar. Çünki filin oyuna çıxacaq. Hələ ki normal bir yeri yoxdur. Fil Y3 oyuna çıxarmır. Həm at həmçində filimiz Y3 xanasına baxır. Növbəti yerdə fil D2-dən məcbur şəkildə oyuna çıxır və bu halda vəzirin D xəttində yolunu müəyyən qədər kəsmiş olur. At qayıdır F6 xanasına. Top C1, top Y8, A3 yeşi ilə Vyetnamlı şahmatçı B4 oynayaraq filimizə zərbə endirməyə çalışırdı ki, Aydın da bir qədər tez sərpənir və A5 gələrək B4-ün qarşısını kəsir. Top Y1 və burada C xəttinə müəyyən qədər bir təzyiq var. Növbəti yerdə əgər ağlar atını müəyyən bir yerə çəkərsə, topla C5-dəki filimizə hücum olacaqdı. Aydın isə təbii ki ehtiyatını saxlayır və filini qaytarır A7 xanasına. Vəzir A4-də oyuna daxil olur. Vəzir A4, fil Y6 və bu vəziyyətdə ağların çox maraqlı bir yeriş gəlir. Vəzir B5. Bu gedişlə təbii ki həm Y5-ə bir baxış var, digər tərəfdən də B7-dəki piyadaya hücum edir. Amma ağların vəzirinin sanki bu qədər irəli gəlməyi, müəyyən qədər vəzirin növbəti həmlələrdə geri getməyi üçün şansları azaldır. Artıq vəzirin oynayacağı demək olar ki bir xana var, o da A4 xanasıdır. Aydın isə B7 piyasını müdafiə etmək üçün vəzir B6-da, daha dəqiq desəm fil B6 oynayır və 15-ci yerdə artıq Vyetnamlı şahmatçı yavaş-yavaş Odnalovla oynamağa başlayır və çox kobud bir səhv yol verir. At A4. 2 suallı bir giriş var. Blunder kimi qiymətləndirir Chess.com bunu. Nəyə görə bu gediş blunderdir? At A4-dən sonra diqqətlə baxırıq ki, ağların vəzirinin heç bir gediş edəcəyi normal xana qalmayıb. Bütün xanalar hər biri zərbə altındadır. C4, B4, B3, C5, D5. Lövhədə istənilən xana hər biri zərbə altında qalıb və vəzirin gedəcək bir yeri qalmayıb. Aydın isə təxminən 2 dəqiqə fikirləşir və lövhədəki ən düzgün gedişi tapır. Söhbət at A7 gedişindən gedir. At A7-dən sonra vəzirə hücum var və vəzirin hər hansısa bir xanada normal bir yeri yoxdur. Bütün xanalar zərbə altındadır, amma baxırıq ki at A7-dən sonra Y5 xanasındakı piyada boş qalır və ağlar yeganə bir həmlə ilə vəzir Y5 vura bilirlər ki, vəziri zərbə altından çıxartsınlar. Ağlar oynayır vəzir Y5, amma bu vəziyyətdə ən azından biz belə bir təhlükəni görə bilərik ki, topumuz Y xəttinə dayanıb, filimizi kənarlaşdırsaq, məsələn, fili hər hansısa bir xanaya çəkib, topla vəzirə açıq hücum edə bilərik. Adamın ilk ağlına gələn girişlərdən biri məhz burada fil B3 gəlməkdir. Fil B3-dən sonra fillə atı istəyirəm, digər tərəfdən də topla vəzirə. Amma təəssüf ki, ağlar müdafiə olma bilirlər. Vəzir F4, vəzir qayıdır F4 xanasına A4-də atı qoruyur. J5 gəlsəm ki, vəzirə daha bir hücum edeyim artıq. Düzdür, bu sözdən bir qədər çox istifadə edim. Sözçülük olmasın, vəzirin qaça biləcəyi bir yer yoxdur. H4, J4, Y5, Y4, D4, yəni 4-cü xəttə bütün xanlar hər biri doludur. Amma at J5 vura bilir. At J5, H4 də vursaq, vəzir J5, şah F8 artıq şahımızın mövqeyi o qədər doğru deyil. Baxmayaraq ki, qaralar bir figur öndədirlər, amma şah çox pis vəziyyətdə qalıb. Növbəti yerişdə məsələn bunları dəyişdirmək mümkündür. Daha sonra fil C3 kimi həmlələr və problemlər 1-ə 5 artıq F6-dakı atda bağlamada qalıb. Aydın isə vəzir Y5 girişindən sonra təxminən 1 dəqiqə fikirləşir və
fantastik bir geyişi həyata keçirir. İstəsəniz bu vəziyyətdə videonu saxlayıb növbəti geyişi özünüz də tapa bilərsiniz. Əla bir həmlədir, fiqur qurbanıdır və brilliant move'dur. Fil F2 geyişindən sonra super bir həmləni görür lövhədə. Fil F2, fil qurbanı var. Aydın Süleymandan 2 qat zərbədir. Rəqib şah F2 niyə vura bilməz? Çünki şah F2-dən sonra bax burada G5-də vəzir, F2-dəki şah ikisini birləşdirən bir fiqur var. Həmin fiqurda qaraların fiqurda söhbət atdan gedir. At H4 2 qat zərbə var. Şah hücum, həmçində G5-də vəzir etdirəm şah qasandan sonra da aydın məsələdir ki, at Y5-də 2 yüngül fiqur verirəm, əvəzində bir dənə də vəziri götürürəm. Le Guangliem isə fil F2 geyişinə çarəni şah F1-də görür və fil F2-də dayanda artıq biz görürük ki, 2 qat zərbə var və şah qazarsa Y1-dəki top boşda qalacaq. Şah F1 aydın tələsmir, ilk növbədə filini qaytarır D7-yə, topunu da müəyyən qədər aktivləşdirir. Fillə A4-dəki ata da hücum eləyir. Vəzir F4, fil Y1-dən hələ tələsmir, fil Y1-də tələsmir. İlk növbədə bir dənə atımızı da aktivləşdirir. At D5, vəzir gəlir H4-də, fil Y1, top Y1 artıq aydın oyunun 20-ci geyişində keyfiyyət öndədir. Fil C6 geyişi ilə filimizi də yaxşı bir yerə gətirir. Lövhədə 2 ən böyük diaqonaldan biri də A8, H1 diaqonalı. Davamında şah F2 vəzirləri də dəyişdiririk. Artıq vəziyyəti nə qədər tez sadələşdirsək, bir o qədər bizim lehimizə olacaq. Çünki keyfiyyət öndəyik. Material görə isə piyadların sayı tam şəkildə bərabərdir. Aydın oynayır at F6, filləri dəyişdirmək istəyir. At C3, at Ş4 şah, atımız əla bir yerdə dayanır. Şah qayıdır J1-ə, top D8, artıq toplarımız da işə qoşulub. Yalnız A7-dəki atımız qalıb. O da at B5-dən çıxa bilər oyuna və ya at C8, at D6 və ya B6 ilə oyuna yenidən daxil edə bilərik. Top C1, fil J2, fillər də dəyişdiririk. At J2 geyişindən sonra aydın oynayır at C6, H3 atımıza hücum var. At qayıdır mərkəzə, at B5 indi C7-dəki piyada təhlükə altındadır. Top 7 təbii ki, buralar artıq aydın kimi bir şahmatçı üçün o qədər çətin deyil. Yəni belə vəziyyətlər oynamaq düzdür. Rəqib qarşısındakı rəqib 2731 reytingli bir Le Guangliem'dir. At Y3 növbəti həmlədə aydın atını qaytarır J6 xanasına, şah F2 və F-dəki piyada nəhayət ki işə düşür. Növbəti geyişdə F4, burada J piyasına da müəyyən bir təhlükə yaratmaq mümkün idi. Burada isə Le Guangliem top C4 ilə F4 xanasını müdafiə edir. Top F7, at J2, hər iki tərəf F4-də baxır. Ağların 4 dənə fiquru var. F4-də baxan J3 piyada, J2-də at, D2-də fil və C4-dəki top. Aydın isə 3 fiqurla həmin xanaya irəliləməyə çalışır. At qayıdır F8-ə, fil C3, J5. At F8-də elə belə geri dönməmişdi. Çünki J xəttində piyadanın yolunu açılır ki, F4 geyişini həyata keçirək. At Y1, top D5 daha bir zərbə gəlir. Rəqibin D5-dəki, B5-dəki daha da edirsə matına. A4-dən sonra isə at Y6, F4-ü bir qədər də möhkəmlədir. Elə ki, tələsmirik. F4 gəlməyə, fiqurları həmin xanaya tam şəkildə yönləndirəndən sonra nəhayət ki, F4-də oynayacaq. B4, piyadalar dəyişir. B4 xanasında at Y5 topa da hücum var. Topu da qovuruq. F4 xanasına olan nəzarəti artıq tam şəkildə itirir top. Top C3 və artıq tam vaxtıdır. F4 oynayır Aydın Süleymanlı və növbəti yerişdə təbii ki FJ kimi məqsədlər var. Rəqib isə J4 ilə cinaha bağlamağa çalışır. Aydın F3 oynayır. Rəqib əgər YF vurarsa, bu halda gördüyünüz kimi D3-dəki piyadanın da müdafiəsi müəyyən qədər zəifləmiş olur. Le Guang isə F3-ə Y3 oynayır. O da dəyişdirmək istəmir və bir tərəfdən də F xəttini bağlı saxlamaq istəyir. İndi isə əsas məsələ bax buradakı J4-dəki piyada ilə bağlıdır. Aydın oynayır H5, D4 atımıza hücum var. HJ daha bir brilliant move kimi qiymətləndirir Chess.com bu geyişi. Nəyə görə? Çünki Y5 atımız boşda qalıb. Rəqib əgər D-yə vurarsa, bu halda top D2 şah. Şah məsələn deyək ki, F1 xanasından qayıtsa, JH, H2, H1 və demək olar ki, matdan çıxış yolu yoxdur. H geyişindən sonra Le Guangliem top C1 oynayır. Aydın isə növbəti 2 geyişini piyada ilə eləyib oyunu bitirir. J3 şah, şah gəlir F1-ə və J2 geyişi lövhədə 43-cü və sonuncu gediş olur əziz şahmatsevərlər. J2-dən sonra artıq demək olar ki, hər şey məlumdur. Piyadaların qarşısını almaq mümkün deyil. Şah əgər J1 xanasına gələrsə, bu halda F1-dən sonra piyada F2-dən sonra piyada F1-də vəzirə çevriləcək. Yox, əgər J2-yə şah F2 oynasa, bu halda da J1 vəzir, daha bir bəlkə brilliant move kimi qiymətləndirmək olar bunu. Şah J1, bu halda F2 şah, şah istənilən bir yerə qaçar. Məsələn deyək ki, F1-ə qaçsın, daha etibarlı F1 vəzirə çıxmaya deyə, bu halda da ən azından daha bir vəzirə çıxıram. Şah Y1, at D3, 2 qat zərbə, yəni burada lövhədə ağların hər hansısa bir etibarlı fiqurunu tapmaq məncə çox çətin məsələdir.
Yekunda isə şahmatçımız 43 yaşa Vyetnamlı Le Quang Liemi məğlubiyyətə uğradır. Və yekunda Aydın bu yarışda klassik mərhələdə ilk qələbəsini qazanır və hal-hazırda 16 xalla turnir cədvəlində ikinci pillədir və turnirin lideri olan Levan Aranyandan cəmi yarım xal geri qalır. Sabah isə Blitz mərhələyə start veriləcək və inanırıq ki, şahmatçımız Blitzdə də uğurlu çıxış edib yekunda top 4-lükdə turnirə davam edəcək və play-offa vəsiqə qazanmış olacaq. Buna olaraq Aydın Süleymanlı hal-hazırda canlı reytinqdə 2665-ə çatıb və dünyanın ən yüksək reytinqli 51-ci şahmatçısıdır və inanırıq ki, bu rəqəm daha da artacaq. Dostlar, siz isə oyun barədə fikirlərinizi rəy bölməsinə qeyd etməyi unutmayın. Bundan da olaraq kanala abunə olun ki, tez bir zamanda 32.000 abunəyə çataq. Hər birinizdən bunu artıq dərəcədə xahiş edirik. Hər birinizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, sizlər üçün maraqlı bir oyun, maraqlı bir video oldu. İnşallah növbəti qələbə videolarında görüşən qədər özünüzə yaxşı baxın. Hələlik.